Bugün Məlhəm Beynəlxalq Hospitalda 71 yaşında qadın xəstəmizə total tiroidektomiya, yəni xalq arasında zob deyilən qalxana bənzər vəzin cərrahiyyəsini icra edirik. Bu xəstədə əməliyyata göstərişimiz hər iki lobu dolduran bir neçə böyük tiroid düyünləri var. Multinodulyar quatr diaqnozu ilə biz xəstəni əməliyyata aldıq. Bildiyimiz kimi zob əməliyyatlarında, yəni tiroidektomiyada, total tiroidektomiyada ən birinci diqqət eləməyimiz gerəkən məsələ, bir çox insanların da bu əməliyyata gəlməkdən çəkindiyi qayıdan qırtlaq sinirinin, yəni səs tellərini inerv eləyən sinirin zədələnməsidir ki, bu əməliyyatı xüsusi özəl qılan və incə bir əməliyyat kateqoriyasına girməsinə səbəb olan məhz o sinirlə yaxın qonşuluqdur. Həm sinirin üzəri tamamilə təmizlənməlidir, həm də sinirdə hər hansısa bir zədələnməyə, hasara yol verilməməlidir ki, bu əməliyyatdan sonra xəstələrdə hər hansısa bir səs qısıqlığı olmasın. Xəstələr adətən standart keçən əməliyyatdan sonra bir gecə xəstəxanamızda, stasionar şöbəsində yatıb, əməliyyatın səhəri isə normal bir şəkildə öz evinə, normal sosial həyatına qayıda biləcək şəkildə cəmi bir gündən sonra da evinə göndərilir.